Əvvəlcə başlayaq saç nahiyəsindən. Saçda göbələk olanda nə olur? Saçda göbələk olanda qaşınmalar olur və çoxlu kəpək əmələ gəlir. Deməli, saç göbələyi üçün ən yaxşı üsullardan biri təzə gicişkəndir. Təzə gicişkən hər yerdə var. Təzə gicişkəni yığırsınız, biraz belə çırpırsınız, çırpdıqdan sonra onun o dalama xüsusiyyəti gedir. Onu ət maşından kesirsiniz, başınıza qoyursunuz, bir dənə bağlayırsınız. Bunu həftədə 2 dəfə, 3 dəfə eləyə bilərsiniz. Və bir yarım saat, 40 dəqiqə, 45 dəqiqə saxladıqdan sonra yuyursunuz başınızı. Xatırladım ki, tək bu saç göbələyi üçün yox, ümumiyyətlə həm saç göbələyi üçün mükəmməl bir üsuldur. Saçları sıxlaşdırır, saçları canlı edir, saç tökülməsinin qarşısını alır və ən əsası odur ki, saç soğanağını dərinləşdirir. Təzə tökülmüş saçları da geri qaytarır. Yəni mükəmməl bir üsuldur. Bundan istifadə edin. Yəni dediyim problemlərin hansı varsa da yenə də bu üsuldan istifadə edə bilərsiniz. Sonra rahat üsullardan biri Həbəş qaracıra yağı 100 qram alırsınız və hər saçlarınızı yumazdan 2-3 saat qabaq saç diblərindən Həbəş qaracıra yağı vurursunuz. Saçlarınızı yuyub qurtardıqdan sonra nə edirsiniz? Deməli, yarım stəkan alma sirkəsinə, yarım stəkan su tökürsünüz, saçı yumursuz, qurtarmısınız və bundan sonra bunu başlayırsınız yavaş-yavaş saçınıza tökməklə saç diblərini bundan tam isladırsınız və ondan sonra saçlarınızı qurulursunuz. Bax, bunu da təxminən bir ay yarım etməklə siz saç dibindəki göbələklərdən tamamilə azad ola bilərsiniz.